Salam, hər vaxtınız xeyir olsun. Bu gün mən sizlərlə pronoun, yəni əvəzlik mövzusunun izahını verəcəm. Nədir əvəzlik? İsmi və sifəti əvəz edən nitq hissəsinə əvəzlik deyir. Azərbaycan dilində bunun qaydası belədir ki, bütün nitq hissələrini əvəz edən nitq hissəsinə əvəzlik deyil. Ancaq ingilis dilində ismi və sifəti əvəz edən nitq hissəsinə əvəzlik deyilir. Əvəzliyin 11 dənə məna növü var. Hansılar ki, şəxs əvəzlikləri, personal pronouns, yerli əvəzlik, possessive pronouns, qardaş əvəzlikləri, refleksiv pronouns, qarşılıq əvəzlikləri, işarə əvəzlikləri, sual əvəzlikləri, nisbi əvəzlik, bağlayıcı əvəzlik, inkar əvəzlikləri, qeyri-müəyyən əvəzliklər və təyini əvəzliklərdir. Əvəzlik mövzusunun ilk başlanğıcı olan şəxs əvəzliklərdir. Biz ilk vaxt öyrənirik I, you, he, she, it, we, you, they. Bax, bunlar şəxs əvəzlikləri gedir. Personal pronounsdur. Bu, adlı halda olan əvəzliklərdir. Yəni, sadə formada olurlar. Cümlənin əvvəlində işlənirlər, who sualına cavab verirlər, cümlədə mübtəda roluna çıxış edirlər, özündən sonra birbaşa xəbər qəbul edir və belə deyim də, yalnız cümlənin əvvəlində işlənir, cümlənin ortasında işlənə bilmir. Məsələn, deyirəm ki, I am student və yaxud da I am teacher. Samir is my best friend. Və yaxud da deyirəm ki, she is a pilot. Və yaxud da deyirəm ki, we are lazy. Və yaxud da we are not lazy. Bax, görürsünüz, hamısında cümlənin əvvəlində işləndiyi, cümlədə mübtəda rolunda çıxış elədi. Bir də adlıq əvəzliklərinin, yəni adlıq halda olan əvəzliklərin obyekt halı var. Bu da object pronounsdur. Bunlara aiddir. Me, mənə, məni. You, sənə, səni. Him, ona, onu. Her, ona, onu. It, ona, ona. Orta cinsdə us, bizə, bizi. You, sizə, sizi. Them, onlara, onları. Bunlar cümlədə tamamlıq rolunda çıxış edir. Whom sualına cavab verir. Söz önlərdən və feillərdən sonlara işlənir. Cümlənin ortasında və sonunda işlənir. Gəlin, indi nümunələrə baxaq. Məsəl üçün, the librarian give us 4 books. Bax, burada give'in keçmiş zamanı gave'dir. Artıq burada feildir. Bu da cümlənin xəbəridir. Yəni, cümləni təhlil etsək, baxaq görək ki, librarian, kitabxanaçı cümlənin mübtədasıdır. Give xəbər deməkdir. Verdi, as, bizə, bizi, tamamlıq. Nə verdi? Nəyi verdi? Kitabları, tamamlıq. For'dakı miqdar sayı olduğu üçün bu da oldu, cümlədə təyin rolunda çıxış elədi. Gördünüz, bax, give feildən sonra gəldi. Obyektal. My mother gave me some apples to eat. My mother, mənim anam, mübtədamız. Gave xəbərimiz xəbərdir. Feildir və me-dəki mənə, mənidir. Cümlədə sualı kimi sualına cavab verir və cümlədə tamamlıq rolunda çıxış edir. Həmçinin də dedik ki, söz önlərdən sonra I went to Egypt with them last summer. Burada zəm var. Görürsünüz ki, əvəzliyimizdir. Burada vizdir, söz önüdür. Söz öndən sonra gəldi. Və dediyimiz kimi, bir də deyirəm, qeyd edirəm, obyektal əvəzlikləri xəbərdən, yəni feildən və söz öndən sonra işlənir. Sonra gəlirik, bir də bunlar var ki, bunları hamımızda bilirik də, yəni yenə də üstündən keçək. Qadın cinsinə aid olan hər şey şidir. Kişi cinsinə aid olanlar heydir. Heyvanlardır, ölkələrdir, şəhərlərdir, bunlar itdir. Bütün cəmsimlər isə zəydir. Məsələn, burada desəm ki, heyvanın birini desəm, məsələn, dog, itdir. Dogudursa, bunu it əvəzliyinə əvəz edirəm. Amma dogud axırına sı şəkilçisi deyirəmsə, artıq, məsələn, dogs, belə. Dogs deyirəmsə, artıq bu zeydir. Çünki sonda sı şəkilçisi var deyil. Bütün cəmsimlər zey əvəzliyindən əvəz edirik. Sonra gəlirik yerlik əvəzlikləri, possessive pronouns. Yerli əvəzlikləri nədir? Yerli əvəzlikləri who sualına cavab verilir. İki forması var. Aslı forma, yəni isimdən işlənənlər, özündən sonra mütləq isim tələb eləyənlərdir. Bir də müstəqil forma, isimsiz işlənənlər. Aslı forma yerli əvəzliklər sifətin, ismin qarşısında işləndiyinə görə bunlara adjektiv pronouns da deyilir. Yəni, bəzən görürsünüz ki, ismin qabağındadır, ismi təyin edildiyinə görə bəzən buna necə sifət əvəzlikləri də deyilir, amma əvəzliyin özüdür, yerlik əvəzliyidir. İndi gəlin aslı formaya baxaq, müstəqil formaya baxaq. Depend form aslıdır. Absolute formda müstəqildir. My, mənim, aslı formada. Your, sənin, his, onun, her, onun, it's, onun, our, bizim, your, sizin, their, onlarım.
Bu aslı formadır. Bundan sonra mütləq və mütləq isim işlənməlidir. Yəni bu isimsiz olmaz. Mütləq və mütləq isim işlənməlidir. Məsəl üçün my parents, my mənim deməkdir. Parents valideynlərdir. Have moved to Azərbaycan. Your sister is a hardworking girl. Yourdan sonra mütləq isim gəlibdir. Their car is in front of the house. Bax bunlardan sonra mütləq və mütləq isim işlənməlidir. Bir daha qeyd edirəm. Aslı formanın əvəzlikləri özündən sonra isim tələb edir. İndi gəlir müstəqil formanın əvəzlikləri. Nədir müstəqil formanın əvəzlikləri? Müstəqil formanın əvəzlikləri mine mənimki, yours səninki, his onunki, hers onunki, qadın cinsdə, it's onunki, ours bizimki, yours sizinki, theirs onlarınki. Bunlar ən çox cümlənin sonunda işlənirlər. Cümlənin əvvəlində də işlənə bilirlər. Sonunda da işlənə bilirlər, əvvəlində də işlənə bilirlər. Məsələn, desəm ki, this car is mine. Bu mənim maşınımdır. Bu maşın mənimkidir. Üzr istəyirəm. This car is mine. Bu maşın mənimkidir. Amma desəm ki, this is my car, eyni şeydir. Bu maşın mənimdir. Eyni tərcüməni verir. Sadəcə olaraq ki, fərqi ondadır ki, aslı forma özündən sonra isim tələb eləyir. İsim. Müstəqil forma qəti şəkildə isim istəmir. Yalnız sərbəst olur cümlədə. Sonra bəzi əvəzliklər var ki, onlar haqqında məlumat verin. Deməli, his var, həm də it's var. Bunlar həm aslı formada da, həm müstəqil formanın əvəzlikləri, yəni çaşdırmayın. Sadəcə olaraq fərqləri ondadır ki, əgər birindən sonra, hər ikisindən sonra isim gəlirsə, bu aslıdır. İsim gəlmirsə, burada artıq onunki kimi tərcümə olunur, isimsiz formaya aiddir. Deməli, əgər mübtəda rolunda çıxış edən əvəzlik var. Məsələn, mən mübtədam aydısa, mən bunu my-dan işlədə bilərəm. My-dan. You'dursa your'dan işlədə bilərəm. He'dirsə his'dən işlədə bilərəm. Burada artıq öz kimi tərcümə olunur. Burada bu formada tərcümə olunur. İndi gəlin bir də burada bir düsturumuz var. Aslı forma plus isim bərabərdir. İsim müstəqil forma. İndi nə deməkdir? Jack is my friend. Jack mənim dostumdur. Eləmi? Burada Jack'dir. Yerində, xəbərimiz yerində. My friend də olduğu kimi yerindədir. My-dan sonra da isim gəlib. Yəlik əvəzidir. İndi gələk oflu birləşmə ilə. Oflu birləşmədə birinci isim gəlir. Sonra of bağlayıcısı, sonra müstəqil forma. Jack is a friend of mine. Eyni tərcümə baxımından eyni tərcümədir. Amma bir cümləni iki fərqli formada, həm yəli əvəzliyinin aslı formasından, həm də ki müstəqil formasından təqdim edirik. Bax, mübtədamız Jack'dir. Xəbərimiz, of sözünün isimimiz, hələ of sözünümüz mine, bir də müstəqil formamız. Sonra, this is her book. Bu onun kitabıdır. Nədir? Mübtəda əvəzliyimiz, xəbərimiz, her bookda burada kimin sualına cavab veririk? Əlbəttə ki, tamamlıq rolunda çıxış edir. İndi gəlib baxaq bunun digər formada, görək isimsiz formada necə olur. Yenə öz qaydasında this is hər şey eynidir. İsimimiz tək isimdir, qabağında artiklı var, of sözünüsü var, hers'da olduğu kimi qaldığı yerində. All my life bərabərdir my whole life. All my life mənim həyatım, bütün həyatım boyu deməkdir. My whole life eyni şeydir, mənim həyatım boyudur. Sonra on my own by myself. Hər ikisinin tərcüməsi tək başınadır. Own olan söz, own sözü aslı formanın yəlik əvəzliyindən sonra işlədilərkən on sözünü qəbul edir. Own sözü aslı formanın, yəni İsimlə işlənən forma var, my, your, his, her. Onunla işlənərsə artıq onunla nədir? On sözünü ilə qəbul eləməlidir. Qayıdış əvəzliyində də əgər və bir də qayıdış əvəzlikləri var ki, hansılar ki myself, yourself, himself, herselfdir. Bax, onlardan işlənəndə tənhalıq təklik bildirir. Yəni bunlar bir-birindən sinonim işlənə bilir. Sonra qayıdış əvəzlikləri. Qayıdış əvəzlikləri nədir? Qayıdış əvəzlikləri hamısı self və selves sözlərinin elə bir şəxs əvəzliklərinin sonuna self və yaxud da selves formasını artırmaqdan düzəldirik. İndi, məsələn, cümləmin əgər mübtədası aydısa, mən qayıdış əvəzliyimi myself götürürəm, tərcüməsi də özüm deməkdir. You'dsa yourself.
himdirsə he-dirsə himself, she-dirsə herself, it-dirsə itself, we-dirsə ourselves, you-dirsə yourselves, they-dirsə themselvesdir. Bax, qayda əvəzlikləri bunlardır. Self sözü özüm kimi tərcümə olunur. Cəm forması selvesdir, tək forması selfdir. Myself, mənim özüm, yourself, himself, herself, itself, ourselves, yourselves, themselves. Əgər cümləm aydısa, yəni mənəmsə, burada artıq olur myself. Cümləm əgər aydısa myselfdir. She-dirsə, she-dirsə olur herself. They-dirsə olur themselves. Çünki cəmdə olduğu üçün themselves götürülür. Cansız varlıqdırsa, t-shirt məsələn, orada artıq olur itself. İndi gələn bir dənə məsələ var. Əgər cümlə let us sözü ilə başlayırsa, qayda əvəzliyimiz ourselves olur. Deməli, let's paint the house ourselves. Bax, burada əgər cümləni fərq eləmir, hansı formada olur olsun, cümlə əgər let us-dan başlayırsa, onda artıq cümlənin sonunda biz qayda əvəzliyi ourselves qoyuruq. Sonra deməli, əgər ki by'dı, ondu, oven sözləri ilə ifadələr işləndikdə orada artıq tək başına kimi tərcümə olunur. By myself, mənim tək başınayam. Məsələn, by yourself, by himself. Bax, bu kimi olanda artıq tək başına kimi tərcümə olunur. Yəni, burada qayda əvəzliklərindən birləşir. Sonra on isə by dediyim kimi qayda əvəzliklərindən birləşir. On isə on. My, your, his, her, it's, our, their'dən birləşir. Sonda da oven sözünü gətirir. By myself və yaxud da on my oven. Hər ikisinin tərcüməsi eyni şeydir. Sonra, əgər cümləmiz əmr cümləsi ilə başlayırsa, əmr cümləsi nə deməkdir? Əmr cümləsi məsəl üçün deyirəm ki, Əli qapını ört, səs salma, uşaq yatıb. Bax, bunlarda hamısında demək olar ki, yourself, yourselves işlədirik. Əgər cümləmiz, məsələn, deyirəm ki, be quick, cəld ol, we are late, biz gecikirik. Sonra, be quiet və yaxud da don't stop, belə əmr cümləsi verirəmsə, artıq cümlədə biz sonda yourself ilə tamamlayırıq. Belə deyim də, əgər indi bir də məsələ var, xitab cümləsi var. Xitab nədir? Xitab kiməsə müraciətdir. Məsələn, deyirəm ki, girls, where do you go? Hara gedək? Və yaxud da qızlar, hara gedirsiniz? Artıq orada girls sözü, nümunə kimi dedim. Girls sözündəki girls sözü xitabdır. Kiməsə müraciət formasında. Onda artıq biz yourself, yourselves-dən istifadə edirik. Gəlin, indi baxaq nəyə görə biz baxırıq. Cümlədə əgər ki, xitab təkdədirsə, biz qoyuruq yourself. Cümlədə xitab cəmdədirsə, olur yourselves. Əgər cümlədə xitab təkdədirsə, yourself, xitab cəmdədirsə, yourselves olur. Sonra burada da qaydalardır, yəni onlara da baxarsınız, müqayisə üçündür. Sonra gəlir qarşılıq əvəzlikləri. Qarşılıq əvəzlikləri hansıdır? İç azə, van ənazə deməkdir. İç azə bir-birinə deməkdir. İki şəxs arasında olan münasibətdə iç azə istifadə edir. Nəzrin and Nərmin help et iç azə. Nəzrinlə Nərmin bir-birlərinə kömək elədilər. Bax, burada artıq nədir? İki nəfərdən söhbət gedir. İki dənə mübtəda var. Nəzrin var, bir də Nərmin var. Artıq burada iç azə olur. Sonra qeyd 2 var. Boz hər ikisi mənasını verdiyinə görə iç azə ilə işlənir. Boz əvəzliyi hər ikisi mənasını verdiyi üçün həmişə iç azə ilə işlənir. Gəlir van ənazə. Van ənazə nə deməkdir? Bir-birlərini deməkdir. Demək, bir dənə qaydamız var, van ənazədir. Van ənazədə bir-birlərinə deməkdir. Bax, burada artıq 2 plus şəxsdən söhbət gedir. Əgər iç azədirsə, demək ki, burada 2 şəxsdir. Amma van ənazə, burada artıq 2 plus şəxsdən, yəni 3 dənə şəxsdən, 4 şəxsdən söhbət gedir. Məsələn, Nəzrin, Nərmin, Xəyyəm, 3 nəfərdir burada. Nəzrin, Nərmin, Xəyyəm, 3 dənə mübtədamız var. Artıq olur van ənazə. Qeyd 3.
Qeyd üstə nədir? Qarşılıq əvəzliklərinin cəm forması yoxdur. Siz heç vaxt iç azənin sonuna s artıra bilmərsiniz və yaxud da vən azənin sonuna s şəkilçisi artıra bilmərsiniz. Amma onun yərik halını düzəldə bilərsiniz. Yərik halında həmişəki kimi apostrof s-dən düzəldə bilərsiniz. Çünki əvəzlik ismi və sifəti əvəz elədiyinə görə demək ki, ismin də xüsusiyyətlərini daşıya bilir. Məsəl üçün, gəlin baxaq. We always wear each other's coats. Biz həmişə bir-birimizin paltosunu geyinirdik. Teachers attend one another lessons. Burada artıq teachers, burada one another sözü apostrof s lessonda olduğu kimi qalıbdır. Sonra bir də nə var? Bir də görüm hansı hissə var. Bir də işarə əvəzlikləri var. İşarə əvəzliklərimiz hansılardır? İşarə əvəzliklərimiz demonstrativ pronounsdur. Demonstrativ pronounslara aiddir this, that, such, this'in cəmi this, that'in cəmi those, such və same'dir. İndi gəlin baxaq bura. This nə deməkdir? This də bunlar, this bu cəm forması zesdir. Əgər bunları istifadə edirsinizsə, bilin ki, əgər yaxında olan bir əşya varsa, məsələn üçün qarşınızda kitab var, stolun və yaxud qarşınızda stolun üstündə kitab var. Bu artıq sizə yaxın məsafədədirsə, siz bu this-dən və yaxud da zes-dən istifadə edirsiniz cəm formada. Zaman və məkanca yaxın olan şəxs və əşyalar üçün this və zes istifadə edirsiniz. Məsələn üçün, deyirəm, this book is interesting. İndi bu kitab maraqlıdır. Zesdən sonra həmişə isim təhdə olur, xəbər təhdə olmalıdır. Zesdən sonra isə isim cəmdə olur, xəbərləri cəmdə olur. Zətdən zos. Zətdən zos haqqında nə deyə bilərik? Zət zos bu artıq zaman və məkanca uzaq olan əşya və şəxsləri göstərmək üçün istifadə olunur. Zət o deməkdir, zos onlar deməkdir. İndi gəlin bir dənə əsas hissəyə baxaq. Zətdən sonra gələn isim təhdə, xəbər təhdə olmalıdır. Zosdan sonra gələn isim cəmdə, xəbər cəmdə olmalıdır. İndi baxırıq. Z-yə, o və bir də over z sözləri var ki, bunlar varsa ya zət qoyuruq, ya zos qoyuruq. Amma deyirəm ki, hiyə, bir də av və hiyə varsa, burada artıq zisdən və zesdən istifadə edirik. Bu əvəzliklərdən istifadə edirik. Burada dediyim kimi, zisdən sonra tək isimdir, xəbər təhdədir. Zesdən sonra cəm isimdir, xəbər cəmdədir. Zətdən sonra tək isimdir, xəbər təhdədir. Zosdan sonra cəm isimdir, xəbər cəmdə olmalıdır. Gəldi indi sol və saç qaydasına. Saç nə deməkdir? Saç elə belə deməkdir. Tək və cəm forması eynidir. Əsas təyin funksiyasına çıxış edir. Özündən sonra isim tələb edir. Özündən sonra isimsiz sifət qətiyyən gələ bilməz. Birbaşa, belə deyim, sifət gələ bilməz. Amma sifət plus isim qaydası ola bilər. İndi gəlin baxaq. Nəyə? Saçdan sonra isim gələrsə hansı formada olur? Əgər sayıla bilən tək isim gələrsə, qarşısına mütləq artikl işlənməlidir. Sayıla bilən tək isimdə. Baxın, saç plus sayıla bilən tək isim. Əgər isimin qarşısında sayıla bilən tək isimdirsə, əna artiklı mütləq olmalıdır. Əgər saçın qarşısındakı isim sayılanmayandırsa, artıq burada əna artiklı olmayacaq. Çünki sayılmayan isim əna artiklını qəbul eləmir. Saçdan sonra cəm isim. Cəm isimin isə belədir qaydası. Əgər saçdan sonra cəm isim gələrsə, qarşısında əna artiklı olmaz. Çünki cəm isim heç bir şəkildə əna artiklını qəbul eləmir. İndi so ilə saçın fərqini danışaq. So elə belə deməkdir. Hər ikisi elə belə kimi tərcümə olunur. Sadəcə bir dənə fərqli məqam var ki, saçdan sonra isim gəlməlidir. Amma saçdan sonra qətiyyən sifət gələ bilməz. Saçdan sonra sifət plus isim ola bilər. Amma saçdan sonra heç vaxt birbaşa sifət gəlməz. Sodan sonra isə əksinə olaraq isim gəlməz. Sodan sonra sifət zərf gəlməlidir. Sodan sonra sifət zərf gələr, amma isim gəlməz. Saçdan sonra sifət gəlməz, amma sifət plus isim ola bilər. Əgər saçdan sonra gələn artikl varsa, demək özündən sonra mütləq şəkildə sayıla bilən tək isim olmalıdır. Yadınızda saxlayın, qulağınızda sırğa olsun. Əgər söz fərq yoxdur, istər test olsun, istər qaydalı bir tapşırıq olsun, sayıla bilən tək isimdən söhbət gedirsə, mütləq şəkildə artiklı yanında olmalıdır, əna artiklı işlənməlidir. Əgər saçdan sonra gələn isim sayılmayan təkdirsə, qəti şəkildə artikl işlənməz.
Sonra burada the same artiklı var. The same artiklı the same hissəci, daha doğrusu belə deyim də, əvəzliyi eyni həmin kimi tərcümə olunur. Z artiklı ilə daimi olaraq işlənir. Yəni bu the same